Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Salam hörmətli tamaşaçılar, xoş gördük sizləri ibadətin şirinliyi verilişində. Həmişə ibadətiniz şirin olsun. Allah bütün ibadətlərinizi qəbul eləsin. Ötən verilişimizdə dedik ki, qeybət insanın ibadətinin şirinliyini onun əlindən alır və onun əməllərinin Allah dərgahında qəbul olunmasına mane olur. Və bunu da dedik ki, mütəal Allah kəskin şəkildə qeybəti qadağan etmişdir və çox açıq, aşkar şəkildə bunu Quran-ı Kərimdə də bəyan etmişdir. Quran-ı Kərimin Hücərat surəsinin 12-ci ayəsində mütəal Allah möminlərə müraciət edərək, xitab edərək buyurur ki, Ya əyyuhəl-ləzinə amenüctənibu kəsirən minəz-zən. Mütəal Allah bu ayədə 3 rəzilə əxlaqa toxunur və onu qadağan edir. Onlardan birincisi zən və gümandır. Yəni, bütün zən və güman yox, bəzi zən və gümanlar. Buyurur ki, ey iman gətirənlər, ey möminlər, bir çox zən və gümandan çəkinin. Bundan sonra onun səbəblərindən birini də bəyan edir. Buyurur ki, İnnə bə'zəz-zənni ismun. Çünki bu güman və zənlərdən bəzisi günahdır. Çünki zən və gümanın heç bir əsası, sənədi yoxdur. İnsan öz fikirləri üzərində nəysə nəticəyə gəlir və bir şeyə qarşı bədgümana düşür. Və bu bədgümanlıq mümkündür, 2 nəfər arasında mübahisəyə səbəb olsun, mümkündür 2 tayfa arasında ixtilaflara, hətta davadalaşlara səbəb olsun. Sonra ikinci günah barədə danışır, buyurur ki, vəla təcəssəsu. Sizlərdən heç biriniz bir-birinizin eybini arayıb axtarmasın. İnsan öz eybləri ilə məşğul olsun. İnsanın özünün o qədər eybləri var ki, əgər başlasa, öz eyblərini axtarsa və onları düzəltməyə vaxt qoysa, insanın vaxtı olmaz başqalarının eybini görsün, onda eyb axtarsın. Bəzən insanların problemi ondadır ki, öz eyblərini görmürlər, yəni həqiqətdə görmək istəmirlər. Özlərini elə bilirlər ki, eyibsizdirlər, axtarmırlar. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bir gün səhabələri ilə ya ordusu ilə bir yerdən keçirdi. Biyaban idi, heç nə yox idi. Həzrət buyurdu ki, burada dayanağın və sizlərdən hər biriniz bu biyabana, bu səhraya gedin, hər nə əlinizə düşsə gətirin. Məsələn, çör-çöp gətirin. Dedilər ki, ya Rəsulallah, bura qupquru bir səhradır, qumluq bir çöllüydür. Burada heç nə yoxdur. Həzrət buyurdu, gedin bəlkə bir şeylər tapdınız. Bu ordu səpələndi səhraya, hər biri əlində bir şey gətirdi və Peyğəmbərin göstərişi ilə onların hamısını bir yerə topladılar. Və gördülər ki, böyük bir toplantı yarandı. Peyğəmbər burada bir nəsihət elədi səhabələrinə. Buyurdu, görürsünüz ki, heç bir şey görünməyən səhradan bu qədər çör-çöp tapıldı, gəldi. Əgər insan özünə baxsa, görər ki, özündə də çoxlu günahlar var. Özündə də çoxlu eyblər və nöqsanlar var. Bu qədər də həm də çoxdur. Siz öz eyblərinizlə məşğul olun. Başqalarının eybini axtarmayın. Niyə axtarırsan onun eybini? Çünki istəyirsən ondan bir eyib tutasan və bunu başqalarına deyəsən, həmin şəxsi təhqir eləyəsən, həmin şəxs başqalarının yanında alçalsın. Onların gözündən düşsün, eybi axtarmayın, səbəbi budur. Sonra mütəal Allah üçüncü
günahı qadağan edib buyurur və la yəğtəb bə'zukum bə'zən. Bir-birinizin qeybətini qırmayın. Sizlərdən heç kim bir başqasının qeybətini eləməsin. Bunun ardınca mütəal Allah qeybəti insanın ən kərahətli bildiyi, ən xoşlamadığı və ən ürək bulandırıcı bir əmələ bənzədir. Buyurur ki, Əyuhibbu əhadukum ən yəkulə ləhmə əxihi məytən? Sizlərdən hansı biriniz xoşlayırsınız ki, ölmüş müsəlman qardaşınızın, din qardaşınızın ətini yesin? Yəni qeybət eləmək həqiqətdə buna bənzəyir ki, bir müsəlman şəxs dünyasını dəyişib ölüb və qeybət edən şəxs onun ətini yeyir. Əgər o pərdələr bizim gözümüzün qabağından çəkilsə, biz görərik ki, o qeybət edən şəxs həqiqətdə o qeybəti etdiyi şəxsin ki, hansı ki, o şəxs da elə bil ölüb, başlayır onun ətini yeməyə. Fəkarihtumu, mütəallı Allah buyurur, şübhəsiz siz bundan kərahət, ikrah hissi keçirirsiniz. Sizin bundan ürəyiniz bulanar, bu işi heç vaxt eləməzsiniz. Bəs belədirsə, fəttəqullah, Allahdan qorxun, başqasının qeybətini eləməyin. Necə o işdən uzaq gəzərsiniz, bir müsəlman meyitin ətini yemək sizin üçün necə bir çirkin işdir? Qeybət eləməkdə elə bir çirkin işdir. Bundan uzaq olun. İnnəllaha təvvabur rəhim. Bu işdən tövbə eləyin, çəkinin. Əgər tövbə eləsəniz, Allah tövbələri qəbul eləyən və rəhimlidir, insanları bağışlayandır. Amma görək, qeybətin bizim əməllərimizə hansı təsirləri var? Dedi ki, axı qeybət səbəb olur ki, insanın o xeyir əməllərinin Allah dərgahında qəbul olmasının qarşısını alsın. Buna aid bizim rəvayətlərimiz də var. Bir rəvayətdə Allahın Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən iqtabə muslimən əv muslimə ləm yəqbəlillahu sələtəhu və siyaməhu 40 yevmən və leylə. Hər kim bir müsəlman kişinin, hər kim bir müsəlman qadının qeybətini eləsə, mütəal Allah 40 gecə gündüz onun namazını və onun orucunu qəbul eləmir. Əlbəttə burada namaz, oruc bir nümunə kimi qeyd olunubdur. Yəni Allah onun heç bir vacib əməlini, heç bir müstəhəbb əməlini, heç bir duasını, heç bir xeyr əməlini, heç bir ziyarətini, heç bir salavatını, heç bir zikrini qəbul eləmir. Yəni bir kəsin ki, namazı qəbul olmaya, Allah onun digər əməllərini də qəbul eləməz. Burada namazı nümunə kimi gətirib, çünki bunlar vacibdən də vacib əməllərdir. İlla ən yəğfirə ləhu sahibə. Tayin ki, bu adamı, yəni o qeybət eləyən şəxsi, o qeybət sahibi, yəni qeybəti olunan şəxs bağışlaya. Yəni bu adam tövbə eləyə, ondan bağışlanmaq istəyə, bundan sonra mütəal Allah onun əməlini qəbul edər. Yaxud digər bir rəvayətdə görür ki, yenə Peyğəmbər buyurur, Mən iqtabə imrəən muslimən bətələ savmuhu və nuqizə vüzuu. Hər kim bir müsəlman şəxsin qeybətini eləyə, Allah Taala onun orucunu qəbul eləməz və onun dəstəmazı pozular. Dəstəmaz pozulsa, onun üzərində qurulan digər ibadətlər, əməllər də pozular. Dəstəmaz pozulsa, namaz da qəbul olmaz. Yəni namaz da düzgün deyil. Dəstəmaz pozulsa, dəstəmaz üçün gedib dəstəmaz alıb Quran oxumuşdu. Yəni o Quran oxuması da qəbul olunmaz. Digər bir rəvayətə baxanda Həzrəti İmam Məhəmməd Baqir əleyhissalam buyurur ki, Əl-qeybətu
tufettirus saim və aleyhil qəza. Həzrət İmam Muhammed Baqir əleyhissalam buyurur ki, hər kim qeybət eləsə, onun orucu batil olur və həmin şəxs o günün orucunu sonradan qəzasını yerinə yetirməlidir. Bizim böyük fəqihlərdən Şeyx Tusi, İslamın çox böyük alimlərindəndir. Buyurur ki, burada Həzrət buyurur, onun orucu batil olar, həqiqi mənadadır. Həqiqi mənada olmasa, mənası bu olar ki, Allah Taala onun orucunun savabını yazmaz. Qeybət elədiyi üçün bu qeybət səbəb olar ki, Allah onun orucunun savabını həmin şəxsə verməsin. Allah onun orucunun savabını ondan qəbul eləməsin, amma orucun özü düzgündür. Amma Şeyx Tusi buyurur, xeyr bu mənaya deyil. Bəlkə burada həqiqi mənayadır. Yəni onun həqiqətən orucu zahirdə də batil olur. Əgər Ramazan ayındadır, birdən qeybət elədi, orucu batil olur, həmən günü axşama qədər orucunu tutmalıdır. Ramazan ayından sonra da həmin günün qəzasını təzədən yerinə yetirməlidir. Digər bir rəvayətdə də görürük ki, Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, bütün müsəlmanlara qeybət eləmək haramdır. Yəni insanlar, müsəlmanlar qeybət eləməkdən çəkinməlidirlər. Sonra buyurur ki, necə odunu yandırar, məhv edər, qeybət də o cür insanın yaxşı əməllərini yandırıb məhv edir. Burada yandırıb məhv edir mənası belədir ki, yəni digər hədislərlə bunu açıqlasaq, bu mənaya olur ki, yəni onun əməllərinin savabını verir qeybəti olan şəxsə. Çünki bir rəvayətimiz var, elə ki, qiyamət günü olar, insanlar məhşərə toplaşarlar, məhşər səhnəsinə, orada insanların əməl kitabları özlərinə verilər. Bir kəsin əməl kitabını verərlər, o əməl kitabını açar, baxar, görər ki, burada onun yaxşı əməlləri yazılmayıb, qeyd olunmayıb, etiraz eləyər, deyər ki, bu əməl kitabı səhv gəlib mənə çatıbdır. Bu mənim əməl kitabım deyil, bir başqasınındır. Çünki mənim çoxlu yaxşı əməllərim var, mən öz sözümlə deyirəm. Məsələn, bir həccə getmək üçün tutaq 10.000 pul lazımdır. Bu adam neçə il zəhmət çəkib, alın təri töküb, pul toplayıb və Allahın o vacib əməlini yerinə yetirib, bir gecə məşərdə qalıb, bir gecə Ərafatda qalıb, o cür çətinliklərə dözərək, bəlkə də bir ay çəkir, onun əvvəlindən axırı bəzən də çox çəkir. İnsanın gedib gəlməyi ümumiyyətlə götürəndə bu qədər çətinliyə, səfər yorğunluğuna, zəhmətinə dözüb, yaxud Nəcəfdən Kərbəlaya qədər yayın istisində piyada şəkildə Ərbəin ziyarətinə gedib, digər yaxşı əməllər eləyib, ata-anasına yaxşılıq eləyib, qohum-əqrəbəsinə yaxşılıq eləyib, şaxtalı günlərdə durub dəstəmaz alıb, namaz qılıb, yayın istisində oruç tutub, heç biri həmin şəxsə yazılmayıb kitabına, əməl kitabına. Ona görə etiraz edir, nida gəlir ki, xeyr, Allah heç bir səhvə yol verməz. Sən filan şəxsin qeybətini elədiyin üçün sənin əməlin həmin şəxsə köçürüldü. Və bir nəfər də yenə o qiyamət səhnəsində, məhşərdə baxar öz kitabına, əməl kitabına, görər ki, burada çoxlu yaxşı əməllər yazılıb. Bu da deyər ki, ilahi, mən bu yaxşı əməllərin sahibi deyiləm, bu əməllər mənim deyil. Ona da deyərlər ki, bir nəfər sənin qeybətini eləmişdi, onun yaxşı əməllərini sənin üçün yazdıq. Bəzi rəvayətlərdə var, hətta o qeybət edəndə sənin yaxşı əməllərin onun əməl kitabına yazılar, onun pis əməlləri
qeybət edənin əməl kitabına yazılar. Yəni sən qeybət edəndə bil ki, bütün yaxşı əməllərinin savabını hədiyyə edirsən qeybətini etdiyin şəxsə. Bu insana kifayət edir ki, elə qeybətdən çəkinsin. Allah Taala'dan istəyirəm ki, bizim günahlarımızı bağışlasın. Əgər bir qeybətə yol vermişiksə, kiminsə qeybətini eləmişiksə, Allah Taala həmin şəxslərin də günahını bağışlasın, bizi ibadətin şirinliyini dadanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.